Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə fenomenal liderlik və strateji qərar vermə nümunəsi Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri və gənclər iştirak ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin dünya siyasi arenasında qətiyyətli addımlarla irəliləyən yüksək nüfuza və söz sahibinə çevrilən daha güclü Azərbaycan naminə apardığı müdrik siyasətdən danışıblar. Əldə olunan parlaq uğurlar, misilsiz tarixi nailiyyətlər xüsusi vurğulanıb. Tədbirdə həmçinin Prezident İlham Əliyevin tarixi fəaliyyəti nəticəsində ölkəmizdə əldə olunan uğurları əks etdirən videoçarx da nümayiş olunub.